tamaşaçılar, her vaktiniz hayır olsun. Bugünkü programımız... O gece her şey çok sakit başlamıştı. Bir neçə dəqiqədən sonra ekspres informasiya. Şəhərə girirlər. Ata, getməsən olmaz. Əgər bu gecə biz çıxmasaq, sabah sən bu torpaqda kölə kimi böyüyəcəksən. Narahat olma, 1-2 saata qayıdaram. Özünü gözlə. O gecə çox söz verildi. Amma tutula bilmədi. O gecə kimi atasını, kimi övladını, kimsə həyat yoldaşını, kimi isə qardaşını itirdi. Onlar şəhid oldular, amma boyun əymədilər. Çünki azadlıq bəzən qanla yazılır.